Salam hörmətli kanalın izləyiciləri. Günün sonu verilişi efirdədir. Bugün studiyamızın qonağı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovdur. Biz Əkrəm Həsənovla Hacı Cavad məscidi ətrafında baş verən məsələləri müzakirə edəcəyik. Əkrəm bəy, salamlayıram sizi. Studiyamıza xoş gəlmisiniz. Çox sağ olun. Əkrəm bəy, yəqin xəbərdarsınız. Bu həftə Sovetskidə Hacı Cavad məscidinin ətrafında bir sıra qalmaqallar yaşandı, yəni məscidin söküləcəyi bildirildi. Ümumiyyətlə, İslam dini buna necə baxır? Hər hansısa bir məqsəd üçün məscidi sökmək olarmı? İlk öncə istəyək bu suala aydınlıq gətirəsiniz. Yəni, təşəkkür edirəm dəvətinizə görə, minnətdaram. Hər kəs salamlayıram mən də. Deməli, mən bilirəm ki, yəni məscidin sökülməsi ümumiyyətlə Azərbaycanda belə bir şey görünməyib ki, məscid sökülsün. Yəni, belə bir anlayış yoxdur. Bizim, yəni hamımız müsəlmanıq ya və biz tarix boyu Azərbaycanda yəni məscidlərin sökülməsi prosesi olmayıb. Ümumiyyətlə, yəni belə bir anlayışa rast gəlməmişəm heç zaman və heç birimiz də hamımız bilirik ki, yəni məscidin təmiri ola bilər, məscid bir yerdən başqa bir yerə köçürülə bilər. Yəni bu baxımdan ola bilər belə şeylər. Yəni mən bildiyim qədərilə mənə belə başa düşürəm. Yəni hadisələri mən də izləyirəm. Görürəm ki, yəni orada məscidin sökülməsi prosesi yoxdur. Sadəcə olaraq həmin ərazidə məscidlər, yəni həmin ərazidə binalar təmir olunur və ya həmin ərazidə təmir tikinti işləri gedir və o ərazilər başqa bir yerlərə köçürülür. Yəni oranın sakinləri başqa yerlərə köçürülür. Belə vəziyyətdə də dilimizdə də, şəriətimizdə də icazə verilir ki, yəni məscid də başqa bir yerə aparıla bilər, yəni köçürülə bilər. Necə? Yəni məscidi söküb başqa bir yerdə yenisini tikmək, bu yəni dinimizdə buna icazə verilir. Buna İslam fiqh alimləri də bu məsələyə toxunublar. Xüsusilə çünki müasir dövrümüzdə yəni İslam fiqh alimləri deyirlər ki, şəhər şəraitində ola bilər ki, şəhərin müəyyən bir qismini təmir tikinti işlərinə cəlb olunsun. Onda digər qismi də yəni köhnədən qalan tikintilər olsun. Belə bir vəziyyətdə müasir fiqh alimləri də icazə verirlər ki, deməli tikinti idarələri, yəni yaşayış binaları köçürüldüyü zaman orada olan yəni məscidlər də köçürülə bilər. Bu yəni qadağan deyil. Bəzi dindarlar bunu yəni siyasiləşdirirlər, bunu güya məscid sökülür falan, belə şey yoxdur. Yəni sadəcə olaraq ya məscid təmir olunacaq. Bildiyimiz kimi prezident də, cənab prezident də yəni indi bu məsələyə baxır, yəni daha doğrusu tapşırıq da veribdir. Bununla bağlı xüsusi komissiya yəni təşkil olunub, hazırlanıbdır. İndi yəqin ki təmir olunacaq, daha gözəl, mükəmməl bir məscid olacaq inşallah gələcəkdə. Belə istəyirik, ümid edirik ki, belə olsun. Hazırlıq ki, yəni sökülməsin, təmir olunsun. Amma əgər sökülməsinə, belə deyək, əgər belə sökülməsinə deyək ki, göstəriş verilirsə, ona da bir şey deyə bilmər. Yəni o bizim səlahiyyətimizə aid deyil. Dediniz, yəni siz siyasiləşmə var bu məsələdə. Yəni siz harda bunu gördünüz, harda istədiniz və bunu siyasiləşməni harda hesab edirsiniz ki, burada bunu siyasiləşmə var? Bunu görməmək mümkün deyil. Yəni, bunu yəni görməmək qeyri-mümkündür ki, yəni görməyəsən burada siyasi məsələ var. Çünki biz bilirik ki, əvvəllər heç həmin məsciddə dindarlar elə də çox axışmırdılar. Yəni az bir sayda gəlirdi. Bundan əlavə, elə həmin məscidin axunduna da tapşırılmışdı ki, 2016-cı ildən ki, siz qeydiyyata alın məscidin icması ilə bağlı sənədləri qaydaya salın. Yəni heç o da onu etməmişdi. Ən azından yəni məscidin axundu bunu ora gələn müsəlmanlara bildirməlidir ki, məsələn biz icma yaratmalıyıq, məscidin sənədlərini qaydaya salmalıyıq. Məscidin sənədlərini qaydaya salmalıyıq filan. Yəni bunu axunda bildirmişlər. Axund onu yəni cəmaata deməli idi. O proseslər həyata keçirilməli idi. Bir il ərzində 2016-cı ildən deyilib o Dini Qurumlar Komitəsi, o 2016-cı ildə tapşırıq verilib. Ancaq o axundun özü də rəsmi, yəni məscidin sənədləşdirilməsi ilə bağlı heç bir iş görməyib. Bu həm də eyni zamanda hardan bilik bu siyasiləşdirilir? Çünki buna əsasən yəni müxalifət qüvvələri istifadə edirlər. Baxırsan ki, yəni məscidlər söküldü filan belə səs-küy salır. Amma baxırıq ki, məscidlərin sökülməyi yoxdur. Hətta mən 2 həftə bundan əvvəl də mən də yanlış anlamışdım. Yəni insan da yanlış anlaya bilər də. Ona görə ən yaxşısı budur ki, qabaqcadan yəni müsəlmanlara bildirilsin ki, biz burada yəni təmir tikinti işləri aparılacağıq, bura abadlaşdırılmalıdır, məscidlər də sökülə bilər, vaxt da təmir oluna bilər. Onu qabaqcadan da bildirmək lazımdır ki, yəni müəyyən o idarələr, o iş görən insanlar yəni onu bildirməlidir, insanlar onu bilsinlər. Ola bilər insanların çoxu bilmirlər. Yəni bilməyənlər də ola bilsin ki, yəni elə bilirlər doğrudan da sökülür. Amma fakt, mən inanmıram ki, yəni kimsə məqsədi olsun ki, məqsədi şəkildə o məscid sökülsün. Belə bir şey ola bilməz. Mən buna inanmaq istəmirəm. Yəni məncə bunun qəsdində yəni bəzi radikal dindarlar var ki, xüsusi xaricdən maliyyə ayrılan
maliyyələşdirilmiş, öyrədilmiş xüsusi bir dindar təbəqə var ki, qəsdən yəni bu oyunlara qoşulurlar ki, qəsdən güya burada məscid sökülür falan, belə yəni başqa ölkələrdə yanlış bir belə deyək, yanlış bir fikir formalaşdırmaq istəyirlər. Belə. İndi qeyd etdiniz ki, yəni radikal dindar təbəqə var Azərbaycanda. Bəli. Bu radikal dindar təbəqənin yəni Azərbaycanda məqsədi nədir? Yəni siz bu barədə nəsə deyə bilərsiniz? Onlar nə istəyirlər? Yəni radikal dindar təbəqələr var. Özdə yəni belə deyək ki, əvvəlki kimi belə idi ki, biridir ki, bir sünni şiə ayrılıqları var. Amma indi bilirsiniz məsələ nə yerdədir? İndi hətta sünnilərin içərisində belə yəni radikal tipli qruplar var. Hətta şiələrin içərisində var. Yəni onlar da baxırsan bunlar yəni bir-birləri ilə də heç yola getmirlər. Özdə qəsdən bu sünni şiə arasında olan münasibətləri qızışdıran xüsusi radikal tipli qüvvələr var. Həm sünnilərin içərisində var. Onlar məsələn onlara biz xavaric təkfirçisi deyirik. Bunlar yəni sələf adından istifadə eləyərək yəni o tip dindarları yəni qızışdırırlar ki, güya yəni burada İslam ölkəsi qurulmalıdır, nə qurulmalıdır, belə bir anlayış yoxdur. Çünki elə biz bilirik ki, biz İslam ölkəsində, yəni müsəlman, əhalisi müsəlman olan bir ərazidə yaşayırıq. Tarix boyda burada İslam, müsəlmançılığa böyük önəm verilib. Yəni nə qədər məscidlərimiz tikilir, təmir olunur. Bu aydın məsələdir. Buna yəni heç kim bir söz deyə bilməz. İndi siz qeyd etdiyiniz o radikal tiplər, bunların bəli həqiqətən var, yəni mövcudlar və bunları xüsusi xaricdən maliyyələşdirirlər. Bəzi bu sələfi, özlərinə sələfi deyirlər, amma sələfiliklə heç bir əlaqələri olmayan radikal tiplər də var ki, bunları da xüsusi maliyyələşdirirlər. Mən mətbuatda bununla bağlı açıqlamalarımda bildirmişəm, hətta bir neçə nəfər adını da vermişəm. Yəni bunların qəsdən məqsədi budur ki, radikalizm artsın. Bunlar bir siyasi hərəkat kimi fəaliyyət göstərirlər. Həmçinin bu yandan da yəni özlərinə bəzi şiə deyənlərin içərisində də var, amma düzdür, onlar yəni hamısına aid eləmək olmaz, ancaq radikal tipli belə dindarlar var. Məsələn, bunlar özlərini Hüseyinçilər deyərək belə bir şüarlardan istifadə edirlər. Yəni başqa qruplar var ki, bunların məqsədi sırf siyasi hakimiyyətə əl almaq və özlərinin hakim olmağını bildirməkdir. Hətta mənim özümə də mesajlar yazıb, hədə qorxu gəliblər ki, biz burada məsəl üçün istəyirik İslam dövləti qurulsun. Yəni bunların içərisində, bu şiələrin içərisində var belələri, özlərini şiə deyənlərin. Təbii ki, şiə müsəlmanları belə düşünmürlər. Azərbaycanda çox nümunəvi, çox əxlaqlı şiə müsəlmanlar var. Həmçinin də əhl-i-sünnə müsəlmanları da var Azərbaycanda, nümunəvi, gözəl əxlaqdan. Ancaq bəzi hər ikisinin içərisində qruplar var ki, onlar istəyirlər, necə ki Suriyada, İraqda ki, necə bunu başladılar, elə bir yəni sünni şiə arasında belə bir problemi yaratdılar hakimiyyətə gəlmək üçün. İndi də orada nə qədər müsəlmanlar, uşaqlar, körpə balalar öldü. İndi də Azərbaycanda da bunu eləmək istəyən qüvvələr var. Və Azərbaycan dövləti də həmin qüvvələrin qabağında dayanıb, yəni biz hamımız həmin qüvvələrlə mübarizə aparırıq ki, xeyr, bizə lazım deyil. Nə lazım deyil? Bizə belə, yəni bizim də ölkəmizin başqa ölkələr düşməsini biz istəmirik. Biz istəyirik, bizdə əmin-amanlıq necə əvvəldən olub, indi də elə davam eləsin. Axıra qədər biz əmin-aman bir ölkədə yaşayaq. Yəni bizim hamımızın, bütün müsəlmanların normal düşüncəli, yəni Qurana, Peyğəmbərimizə inanan, normal düşüncəli hər bir müsəlman istəyir ki, əmin-amanlıq olsun da, yəni sülh olsun, əmin-amanlıq olsun. İslam da bunu istəyir də, yəni. Təbii ki, o İslamın adına istifadə edən o cür qruplaşmaların marağı oradan, yəni siyasi hakimiyyət əldə eləmək, müəyyən məbləğ ələ keçirmək, yəni maraq odur. Burada maraq sadəcə dinin adından istifadə edirlər, yəni dindən su istifadə edib öz çirkin planlarını həyata keçirmək istəyirlər. O da inşallah ümid edib baş tutmaz. Əkrəm bəy, qeyd elədiniz ki, sünni əhl-i-sünnənin içərisində radikal, belə xavariclər var, şiələrin içərisində var. Bax, bu insanlar belə deyək, bunları necə ayırd etməlidirlər, necə ayırd edə bilsinlər? Yəni tamaşaçılar da indi bizə baxırlar. Yəni istəyərik o barədə tamaşaçılara biz bir məlumat verəsiniz ki, yəni kimsə insanları dinə dəvət edir, namaza dəvət edir. Bu heç nədən xəbərsiz, yəni ilkin anlayışı olmayan dinlər, İslam, onlar necə müəyyən etməlidirlər ki, məsələn bu radikal cəryandır, bu təhlükəli cəryandır, onlar onu necə müəyyən edə bilərlər? Yəni onların müəyyən olması onların fikirlərindən və danışmaqlarından bilinir. Təbiidir ki, yəni onları tanımaq üçün dini bilmək lazımdır, yəni dini bilmək şərtdir. Amma indi dini bilməyən gənclərimiz onları necə tanımalıdır? Onların fikri budur ki, yəni onlar özlərindən başqa digər müsəlmanları tağut hesab edirlər. Tağut nə deməkdir? Yəni Allahın hökmü ilə hökm etməyən adama tağut deyirlər.
Yəni hər yerdə Allahın hökmü keçməlidir. Biz də bilirik ki, bu tağut deyən insanın özünə baxanda görürsən ki, bunun özü heç Allahın hökmü ilə hökm eləmir. Yəni necə? Yəni Allahın dediklərini özü yerinə yetirmir. Amma bunu başqalarından tələb eləyir. Yuxarıda özündən başqa olan insanlardan bunu tələb eləyir. Yəni belə fikirlər ola bilər. Yəni qarşınıza çıxsa bilin ki, yəni bunlar təhlükəli fikirlərdir. Yəni mənim rastıma da gəlir hər iki qrupdan, yəni hər iki məzhəblərdən, hətta mənim özümə də hələ qorxu gəlirlər. Dəfələrlə özümə mesaj da yazırlar, zəng də edirlər. Yəni bunların məqsədi özlərindən başqa hamını kafir elan eləməkdir. Yalnız özləri müsəlman bilirlər. Hətta onlar görürsən ki, bəzi yerlərə, məclislərdə olurlar, otururlar, dururlar. Yəni onlar ət yemirlər orada. Deyirlər ki, onu kəsən müsəlman deyil. Bu necə bir anlayışdır? Yəni bu da müsəlmandır, Azərbaycanlı da burada yaşayıb. Səndən eyni torpağı, suyu bölüşən insandır. Belə düşünmək özü, yəni bu təbii ki, normal düşüncə deyil və belə düşüncəli insanlar var. Yəni başqa çox fikirlər var onların. İndi onları sonra hansı fikirlər var yadıma düşdükcə deyərəm. Bir də Əkrəm bəy, bildirdiniz ki, yəni radikal, yəni bunlar radikallaşır. Sizə elə gəlmirmi ki, məsələn, bunların radikallaşma özləri, yəni ki, öz-özünə radikallaşmırlar da. Məsələn, məsciddə, məsələn, bu Hacızavat məscidi ətrafında mən orada çox oldum. Yəni adi insanlar məsələn gəlirlər, onlar deyirlər ki, bu 100 ildən çox yaşı var bu məscidin. Yəni bu insan öz-özünə radikal, yəni kimsə bunu radikallığa sürüklənir. Bu adam deyir ki, mən gəlmişəm, burada böyümüşəm, mən bu məsciddə... Onu deyim də sizə, səmimi. Mən özüm İlahiyyat fakültəsini qurtarmışam, düzdür. Yəni mən elə orada dini öyrənmişəm, sonra məscidə getmişik, İlahiyyat məscidinə getmişik, namaza ilk dəfə orada başlamışıq, dilimizi orada öyrənmişik. Yəni mən 2 həftə bundan əvvəl eşitdim, məscidin belə bir xəbər yaydılar, yəni ola bilsin o da qərəzli şəkildə yayılmışdı, ki, məscid sökülür, yəni bağlanacaq, söküləcək. Halbuki məscid sökülməyi yox idi. Yəni mən də o xəbər eşitəndə pis oldum. İstər-istəməz insan üzülür, üzüntü çəkir, yəni istəmir. O başqa bir şeydir. Yəni etirazını bildirir. O etiraz da bildirmək olar, yəni məktub vasitəsilə. Yəni etiraz bildirməyin də sivil qaydaları var. Yoxsa yəni hamı kütləvi şəkildə çıxmaq, yəni bu dinimizdə belə bir şey yoxdur. Hakimə qarşı danışmaq, şüarlar səsləndirmək. Bu artıq bilinir ki, bu siyasi məsələdir. Amma belə insan narazı qala bilər, etiraz edə bilər ki, məscid niyə sökülməlidir ki? Amma ona izah olunandan sonra nəyə görə sökülür? Burada təmir tikinti işləri gedir, burada yəni abadlıq işləri gedir, bütün binalar köçürülür, ona görə məscid də köçürülür. Bu başqa bir məsələdir. Və yaxud məsciddə müəyyən, belə deyək, necə deyirlər onu? Yəni az adamlar gəlsin. Çünki məscidin, biz tutaq ki, İlahiyyat məscidini orada, yəni belə deyək, dini tədris mərkəzi eləmək istəyirlər, belə bir şey olsun. Yəni, belə halda da icazə verilir ki, bəli, insanlar başqa məscidlərə geçsin. Yəni, orada da ki, hamı kütləvi şəkildə oraya gəlmək doğru da deyil. Yəni, çünki məscidlər çoxdur, şüşələr. Elə həmin o ərazidə sökülən, belə deyək, sökülən, yəni təmir olunan və yaxud da sökülmək istənilən o məscidin elə ərazilərində, yəni orada yaxınlıqda çox məscidlər var. Gedib orada da ibadət edə bilərlər. Amma təbii ki, məscid sökülməməlidir, məscid təmir oluna bilər, amma köçürülə bilər başqa yerə. Əgər orada infrastruktur işlər görülürsə, yol çəkilirsə və yaxud da böyük başqa dövlət səviyyəli işlər görülürsə, onda icazə verilir. Yəni fiqh alimləri icazə verirlər ki, bəli, məscidi onda başqa bir əraziyə köçürmək olar. Tam bağlamaq yox, amma başqa bir əraziyə köçürmək olar. Bəs İslam tarixində belə deyək, siz araşdırmışsınız, məscidin sökülməsi və mən bir neçə nəfər də mənə deyib ki, İslam Peyğəmbəri də hansısa məscidi söküb, yəni bununla bağlı ziddiyyətli məlumatlar var. Beləncə bir hal olubmu? Mən bildiyim qədəri, bəli, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm vaxtında, yəni səhv eləmirəmsə, Quba məscidi hansısa bir məscid olub, yəni onu tikən adam, yəni onun marağı başqa şey olub. Ya siyasi olub, ya nəsə inancı az olub, yəni inanclı bir insan olmayıb. Və həmin məscidi, yəni Peyğəmbərimiz s.ə.v deyib ki, yəni həmin məscidi sökün, təzədən möminlər, yəni iman edənlər özləri bir məscid tiksinlər. Çünki onun məqsədi başqa bir şey olub. Belə tarixdə olub, Peyğəmbərimiz s.ə.v də göstəriş verib ki, həmin məscid doğru bir yolla tikilməyib, yəni bizim şəriətimizə uyğun şəkildə tikilməyib, bu baxımdan onu söküb, onu əvəz edən başqa bir məscid tikilib. Məsələn, bu günlərisi məsələn, Quba məscidi var, Məkkə ilə Mədinə arasında və həmin məscid, bəli, Quba, adı Quba məscididir. Bax, həmin məscid tikilib, gözəl bir məsciddir. Yəni, həcc ziyarətinə gedənlər elə Məkkə ilə Mədinə arasında olan bir yerdə də gedib oranı ziyarət edirlər. Çünki onu Peyğəmbərimiz s.ə.v tikib, özü də həmişə tikdirib müsəlmanlarla bir yerdə və özü də həmişə o həcc ziyarəti ərəfəsində özü orası gedib orada namaz qılardı. Bax, belə bir hadisə olub
tarixdə. Ona görə icazə verilir məscidlərin sökülməyinə. Yəni necə sökülməyinə? Yəni başqa birinin tikilməsi üçün və yaxud da həmin məscidin təmir olunması məqsədi ilə, yenidən qurulması məqsədi ilə belə. Çünki bildiyimiz kimi Məkkə dəfələrlə tarix boyu dağıdılıb da. Məsəl üçün Adəm peyğəmbərdən üzübəri nə qədər o Məkkənin ətrafına nə qədər hücumlar olub. Məsələn, fil hadisəsini hamımız bilirik. Yəni fillə hücum edən insan adını indi mən unutdum. Yəni Əbrəhənin fillərlə bərabər gəlib Məkkəyə hücum eləməyə, Məkkəni dağıtmağa. Ondan əvvəl də olub dəfələrlə nə qədər insanlar istəyib ki, Məkkəni dağıtsınlar. Ancaq Məkkə dəfələrlə təmir olunub. Hələ bu gün özündə də təmir olunur. Yəni günü-gündən Məkkənin olan məscid, Kəbə evi təmir olunur, mərtəbələri ucaldılır. Niyə? Çünki şəriətimizdə, dilimizdə buna icazə verilir ona görə. Ona görə də hər bir məscid mükəmməl şəkildə yəni təmir oluna bilər, düzəldilə bilər. Buna görə etiraz eləmək nə lazımdır ki? Heç dilimizdə yoxdur axı etiraz eləmək. Sadəcə sən narazılıq fikir bildirə bilərsən ki, bəli, məscidi söyməyini biz istəmirik, məktub şəklində yazıla bilər. Bir də buna axund özü məsuliyyət daşıyır. Yəni axund gəlib qeydiyyata almalıdır, məscidin işlərlə bağlı, sənədlərlə bağlı, hər şeyi qaydaya salmalıdır, əvvəlcədən xəbərdarlıq eləməlidir, yəni ora gələn möminlərə bildirməlidir ki, bu məscidi təmirə bağlayırıq və yaxud da təmirə bağlayırıq, ya başqa yerə köçürürük. Yəni bu kimi məlumatları qabaqcadan möminlərə vermək lazımdır ki, onların xəbəri olsun ki, sonra da narazılıq olmasın. Fikrim bəy, bəs bax, bu yaşanan hadisələr zamanı göründü ki, yəni anlaşılmamazlıq var, ziddiyyətlər var. Burada dini komitə və Qafqaz müsəlmanları idarəsi araya girib, yəni bu problemlərin yaşanmaması üçün hər hansısa bir addım ata bilərdim. Yəni siz onların bu məsələdə mövqeyini necə qiymətləndirirsiniz? Bəli, bu barədə təbii ki, yəni hər iki qurum fəaliyyət göstərirlər məscidlərlə bağlı. Dini qurumlarla İş üzrə Dövlət Komitəsi də yəni məscidlərin, belə deyək, axundların və icmanın sənədləşdirmə işlərini həyata keçirir və özləri də məlumat verdilər. Mətbuatda da bu getdi, sosial şəbəkələrdə paylaşmışdılar. 2016-cı ildən də həmin məscidin axunduna bildirilib ki, Hacıcavad məscidin axunduna bildirilib ki, yəni sənədləri qeydiyyata almaq lazımdır, gəlmək lazımdır dini qurumlara. Sonra yəni icma yaradıb, icma sənədlərini təsis etmək lazımdır, düzəltmək lazımdır. Bu insan da yəni belə deyək, sərəncər yanaşıb, yaxud da fikir verməyib, hər halda indi unutqanlıq olub, yaxud da nədənsə ləngidib bu işlər. Amma bu işdə sonra elə məscidin axundunun özünün ora təyin olması da Qafqaz Müsəlman İdarəsi o işə baxır. Çünki axundları təyin edən Qafqaz Müsəlman İdarəsidir. Yəni məscidləri axundu Qafqaz Müsəlman İdarəsi təyin edir. Ancaq sənədləşmə işlərini dini qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir. Onlar da yəni öz işlərini görüblər, tapşırıqlarını veriblər. İndi sadəcə olaraq axund mu, ya oranı idarə edən insanlar mı qabaqcadan yəni bildirməyiblər və yaxud da ki, tikinti işləri görən insanlar mı ya qabaqcadan bildirməyiblər. Artıq yəni o proseslərin mən bilmirəm də, o dərinlikləri də çox bilmirəm. Ola bilsin ki, tikinti quraşdırma işləri aparanlar qabaqcadan məlumat verməli idilər. Onlar da insanlara deməli idi, burada təmir tikinti işləri gedir ki, belə narazılıqlar olmaması üçün. Hər halda indi prezident də yəni artıq Prezidentin qərarını necə qiymətləndirirsiniz? Yəni Prezidentin qərarını çox yüksək səviyyədə qiymətləndirirəm. Artıq çünki o xəbərdar olduqdan sonra yəni komissiya yaradıb və komissiya üzərində də iş gedir. İndi inşallah ümid edirik ki, məscid sökülməz, təmir olunar, daha yaxşı, hamımız üçün daha yaxşı olar. Yəni çünki elə harda rast gəldi məscidlərə gedib ibadət edirik. Məscidlərin sökülməni biz də istəmirik. Heç kəs istəmir, biz də istəmirik məscidlər sökülsün. Əkrəm bəy, bir də bu məsələyə qayıdaq, yəni bu çox aktual mövzudur. Yəni din və siyasət. Yəni bununla istifadə eləmək, bunlardan qalxan kimi istifadə olunur dindən və siyasətdən. Bunu necə qiymətləndirirsiniz? Yəni ölkəmizdə bununla nəyəsə nail olmaq olarmı? Yəni yox, mən onu yaxşı qiymətləndirmirəm ki, dinin siyasi vasitə kimi istifadə edilsin. Bilirsən, bizim dinimizə görə, yəni İslam dini şəriətinə görə və alimlərin bu barədə mövqeyi budur ki, yəni İslam dininə görə yəni bir ölkənin bir başçısı olur, yəni bir dövlət rəhbəri olur və bütün insanlar da onun ətrafında sıx birləşirlər ki, yəni ölkədə əmin-amanlıq olsun, sülh olsun, hamı bir-birinə dəstək olsun, kömək olsun. Bu baxımdan yəni belə deyək, dindarlar da hamısı da yəni dövlət başçısının ətrafında sıx birləşməlidirlər. Amma bəzi qüvvələr də var ki, yəni xüsusilə bizim ölkəmiz müstəqil ölkə olduğuna görə, yəni bəzi dövlətlər tərəfindən bizə təzyiqlər olunur. Yəni onlar da o dindarlardan istifadə edir. Elə ölkələr var ki, yəni onlar o
dindarlardan istifadə edirlər. Onlara indi maliyyə yardımı ayırırlar, yəni necəsə, yəni onları təzyiq edirlər, bizim ölkəmizdə təzyiq edirlər və dindarlardan sırf siyasi məqsədlər üçün istifadə edirlər. Əraziləri ələ keçirmək üçün və yaxud da nə üçünsə. Hər halda yəni o da bir var, o problem də var. Amma biz hamımızda yəni onun da qarşısında durmalıyıq ki, heç kim, heç bir ölkə belə deyək, bizi təzyiq eləməsin və yaxud da bizim dindarlardan, bizim vətəndaşlardan istifadə eləməsin. Və vətəndaşlar özləri hamımız bilir ki, Azərbaycan tarixən İslamı qəbul edib. 7-ci əsrdə İslam yanında biz İslamı qəbul eləmişik. Yəni bizdə müsəlmançılıq var. İndi də hamımız müsəlmanıq. Yəni ətrafımız, çevrəmiz hamısı İslamı indi İslami araşdırmalar gedir. Yəni elmi şəkildə, digər şəkildə yəni İslam araşdırmaları gedir. Yəni hamımız müsəlmanıq. Daha durub yəni bunu belə məsələlər olan kimi insanları kütləvi şəkildə dindarları qızışdırıb, yəni çağırışlara səsləmək, belə deyək, bu ölkədə xaosa gətirib çıxara bilər. Buranın da yəni Suriyanın və uzaq olsun, yəni İraqın və ya başqa ölkələrin içində qoymaq istəyənləri yəni bir çirkin oyunu ola bilər. Ona görə biz çox ehtiyatlı olmalıyıq ki, belə oyunlara getməyək. Heç bir cəhətdən, yəni heç bir cəhətdən, yəni heç bir yolla bu oyunlara getməyək. Mən belə düşünürəm. Oldu Əkrəm bəy, studiyamıza gəlib müzakirələrdə iştirak etdiyinizə görə sizə öz minnətdarlığımızı bildiririk. Çox sağ olun. Sağ olun, hörmətli kanalımız izləyiciləri. Növbəti görüşlərədək.